Ayaqda gördüyünüz bu damar varikoz deyil. Varikoz xəstəliyi aşağı ətrafın səthi venalarının genişlənməsi və klapan çatışmazlığı nəticəsində yaranır. Bu zaman aşağı ətraflarda, xüsusilə də ayaqların aşağı hissələrində qan durğunluğu baş verir və toksik maddələr toplaşır. Bu da pasientlərdə ağrıya səbəb olur. Belə pasientlər adətən aşağı ətraflarda, yəni ayaqlarda ağrı, yorğunluq hissiyatı, xüsusilə də axşama doğru yaranan şişkinlik, bəzən ayağın aşağısında olan yanğı hissiyatı, həmçinin qıcolmalar kimi şikayətlərlə bizə müraciət edirlər və biz mütləq şəkildə belə pasientləri ən birinci Doppler müayinəsinə göndəririk. Doppler müayinəsi nəticəsində həqiqətən də varikoz xəstəliyi varmı? Yəni venalarda genişlənmə və klapan çatışmazlığı, həmçinin reflüks qeyd olunurmu? Bu sualları cavablandırırıq və həqiqətən varikoz xəstəliyi olan pasientlərə mütləq şəkildə əməliyyat tövsiyə edirik. Bəzi hallarda bu problemlə yanaşı ayaqlarda kapillyarlardan ibarət torlar qeyd olunur. Bu problem estetik problemdir və onun müalicəsi skleroterapiyadır.